Herkese salam, kanalıma xoş gəldiniz. Hal-hazırda saat 2'ye işləyibdir. Bugün vlog çəkmirdim. Adətən vloglara səhər saatlarında başlayırdım. İndi biraz qəribə oldu bu saatda başlamağım. Tez-tez vlog çəkmək mənə biraz qəribə gəlir, amma düşünürəm ki, yəni bunu rutin halına gətirməliyəm ki, yəni tez-tez çəkim. Çünki bir dənə vlog çəkirəm, ondan sonra bir ay yoxa çıxıram və kofe içirdim. Hətta bir dənə shorts videosu paylaşdım elə. Ondan sonra təsadüfən YouTube'da bir dənə dikiş videosu gördüm. 2 gündür də beynimdən eyni elə bir şey dikmək gəlirdi, amma çox ərinirdim. Yəni əvvəlcə onun şablonunu çıxart, onu ölç, kəs, ütülə falan. Həqiqətən bu proses məni çox bezdirir. Sadəcə dikiş prosesini sevirəm. Yəni ki, hazır kəsilmiş olsun, mən dikim onu. Nəysə, amma bu aralar bu karakterimi biraz tərbiyə eləməyə çalışıram içimdə. Nəysə, anidən onu gördüm və dedim ki, Yasemin qalx. Bu bir işarətdir. Bugün də həqiqətən bugünün biraz çox boş keçirdi. Hal-hazırda iyul ayının 30'udur. Amma baxın, belə geyinmişəm. Çünki 3 gündür, yəni bugünlə bərabər 3 gündür hava küləklidir. Dünən və sırağa gün belə soyuq değildi. Amma bu sabah oyananda həqiqətən hava soyuqdur və evdə. Mənim evim zaten sərindir, amma bunda istilənmirəm. Yəni bu biraz qalın bir şeydir. Buna baxmayaraq istilənmirəm, amma bilirəm ki, birazdan iş prosesində istilənə bilərəm, yəni tərləyə bilərəm. Nəysə, indi barmağıma baxın kəsmişəm. Dünən axşam kuxunada iş görərkən barmağımı kəsdim. Gecə yara bandı taxmışdım, amma səhər dəhşət bir ağrı ilə oyandım. Çox dəhşət ağrıyırdı. Ona görə yara bandını çıxartmışdım. Onu çıxardandan sonra ağrısı dayanmışdı. Amma az əvvəl barmağımda yara olduğunu unuttum və yəni tərs bir hərəkətlə barmağımı yenə qanatdım. İndi buraya yenidən yara bandı taxacağam və işə başlayırıq. Bu aralar örgü işindən biraz uzaqlaşmışam və dikişə indi həvəslənmişəm. Amma örgü işində də inşallah tətildən gələndən sonra, tətildə biraz dincəlim, həqiqətən biraz beynimi toparlayım. Yığılan bir sürü ürün şəkillərim var, yəni məhsulları şəkilləri var. Onları Instagrama yükləyim, videolar da var. Çoxdandır paylaşım etmədiyim üçün aktivlik çox düşdü. Ona görə aktivliyi geri qazandırmalıyam. Oğlumun yara bandı var sadəcə evdə, onu taxıram. Bu arada bu da çox şirin imiş, türkülü. İndiyə qədər heç qarşıma çıxmamışdı bu. Nəysə, baxın taxtım yenə ağrımaya başladı. Sanki yara bandını taxanda ağırdır. Sıxır, bəlkə də sıxmasaydım. Bir dəqiqə. Belə, yəni örgü işindən biraz soğumuşam. Örgü sevirəm, çünki çanta falan ördüm dünən özümə. Onu da sizə göstərim birazdan. Belə düşünürəm, özümə bandana falan örüm, yəni belə içimdən həvəs gəlir. Amma niyeysə oyuncaqları biraz soğumuşam, amma bomba kimi qaydacağıq. Baxın, çantam da budur. Bu çantaya Lalə model deyilir. Əslində shortsda paylaşdım, məncə görənlər görübdür. Burasına fular bağlanır. İndi fularını çıxartmışam. Onu nə vaxt taxsam elə üstünə artıraram deyə düşündüm. Baxın. Çox gözəldir. Əslində ip makrome ipdir. Baxın. Sərt bir makrome ipdir və matdır. Yəni parlaq deyil, parlaqlar da olur çünki makromenin. Amma eyni kağız ip kimidir. Kağız craft nə deyirlər? Kağız ipi bir şey deyirdi ama unuttum. Neyse. Yəni ki, eyni kağız ip kimidir. Hasır. Hasır. Həsir mi? Azərbaycanca həsir ip mi deyilir? Bilmirəm. Yəni eyni ama ona bənzəyir, amma kağız ip deyil. Bu bir damcı kağız ipə nisbətən bir damcı daha rahat örüldü. Çünki kağız ip biraz adamın parmağını kəsir. Bu da onun kimi bir şeydi, amma ona baxanda nisbətən daha rahat ördüm. Yəni tam bir top ipim getdi. Sadəcə baxın, bu bir qulpuna ikinci topu istifadə elədim. Bir çantanın özü və eyni bir yəni qulpuna bir ipim tam yetdi. İkinci ipdən sadəcə bunun qulpunu ördüm. Bir dənə də ağ rəngim var. Ağ rəng var, yəni eyni bu ipdən, amma bir topdur. Onu da düşünürəm ki, eyni beləsini mi örüm? Sadəcə gərək qulpunu bu qədər qalın etməyim ki, ipim yetsin. Fərqli bir şey düşünməliyəm ona. Ya da başqa bir modeldə örə bilərəm. Amma bu yayın favorisidir. Həqiqətən tətilə getmək üçün özümə bir sürü əl işi şeylər hazırlamaq istəyirəm. İndi bilmirəm nə dərəcə nələr eləyə biləcəm. Nəysə, gəlin indi şalvarları tikək. Çox da uzatmaq istəmirəm, amma çantam çox gözəldir və içinə də bir sürü şey sığır. Bunun bir tık böyüyünü də hazırlamaq olar, böyük versiyasını. Amma mən bunu da çox sevdim. Yəni gəzmək üçün də ideal bir boydur. Bu da mənim bir dənə arxa çantam var idi. Həm arxaya, həm çiyinə taxılırdı. Bu onundur. Baxın, taxıb çıxarılır. Belə bir şey var. O çantamın bir dənə qulpu söküldü, çıxdı. Əslində çantam daş kimi durur və onu dikə bilərəm, yəni dikiş maşınımda var. Sadəcə hara qoyduğumu indi bilmirəm. Bu qulp onun qulpudur və baxın, buna da istifadə oluna bilər və ya çıxardıb hər hansı başqa bir çantaya da istifadə etmək olar və çox qəşəng yaraşdı. Ağzına hələ çıt-çıt eləməmişəm. Bəlkə ağzına içdən bir dənə maqnit də əlavə edə bilərəm. Maqnitli, yəni bir açılıb bağlanan yeri olar deyə düşünürəm. Çox gözəl oldu. Nəysə, çox da uzatmadan işimizə gedək. Əvvəlcə parçalarımı sərdim. Bu parçalar biraz bahadır digərlərinə baxanda. Bunun metrəsi 30 və ya 35 lar idi. Bunları əslində uşaq adyalları, yay adyalları eləmək üçün almışdım. Amma hələ də əlində durur və düşündüm ki, belə bir şey eləyə bilərəm. Əslində bu rozvidən sarafan da hazırlamaq olar.
Baxın belədir. Bu həqiqətən rahat bir materialdır. Uşaq üçün də sağlıqlı bir materialdır. Düşünürəm ki, bunu belə bir hissəsini sonra həqiqətən uşaqlar üçün bir model adyal ən azından hazırlasam qəşəng olar. Və bunun kənarları belə olduğu üçün buna mütləq overlock lazımdır. Mənim overlockum yoxdur. Amma kənarına zigzag dikişlə overlock funksiyasını yerinə yetirə bilərəm deyə düşünürəm. Bilmirəm indi nə dərəcə. Baxın, bu 4 iplik deyirlər buna. Bu biraz qalındır. 4 iplik. Amma bu açım. Bu bir tık incədir. Buna 2 iplik deyirlər. İstəyirəm ki, əvvəlcə bununla yoxlayım. Bunu kənara qoyaq. Bundan bir dənə dikim. Videoda çox asan dikildiyini göstərirdi. Sadəcə indi ütüləməliyəm, ölçüb kəsməliyəm və o qədər. Yəni ölçüsünü çıxarandan sonra dikiş işi asan da olacaq deyə düşünürəm. Oğlum mənim metrəmi kəsdiyi üçün mən də oğlumun balaca metrəsi ilə ölçəcəm. Özümə bir dənə almalıyam yenə metrə. Burada tabletdə də eyni videoyu açacağım ki, baxın. Əvvəlcə göstərdiyi qədərilə 120-nin 120-yə bir parça olmalıdır. Biz də ölçümüzü alaq. İnşallah bunun eni 120 olar. Bizim parçamızın eni 110'du. Bugün mənim stres bastığı üçün istiləndim. Belə bir şortum var. Əslində belə bir şort da tikmək istəyirəm. Rahat. İndi onun üstündə bir matematika eləmək istəyirəm ki, görək nə necə olur. Amma o şalvarı mütləq tikməliyəm. Şalvar deyil də biraz biricə kimi bir şeydir. Mən 110'u götürəcəm. Hətta 110'dan da qısadır ya. Başka bir parçadan mı diksək acaba? O çiçekli parçalardan mı? O da çok qalındır. Yəni çox deyildi, amma belə rahat olmayacaq. Əslində bundan qəşəng sarafan çıxar. Amma yola o şalvarı tikmək üçün çıxdıq. Bunun da eni çok kısaymış ya. Şimdi bu xətkeşlə düz xət çəkəcəm. Bu qələmlər həqiqətən mənim kabusumdur. Bir yazır, bir yazmır. Neyse, normal karandaşla da eləmək olar. Ya da sadəcə qatlasam məntiqlə. Buradan bura. Bu dəfə həqiqətən iptal. Həqiqətən iptal. Çünki indi fikir verirəm, mənim diqqətsizliyim. Bundan 2 dənə olmalıdır. Eyni bu parçadan 2 dənə olmalıdır. Neysə, problem deyil. İndi biz bunu onda şort eləyəcəyik. Bunu 4 yerə qatlayacağım. 4 qat eləyirəm. Bu şortu gözəlcə bunun üstünə yerləşdirdim. Və bunun üstündə belə göz qərarı şablon çıxardacağım. Bir damcı yuxarı çəkə bilərik. Buradan dikiş payı ucunu qatlamaq üçün ayaq hissəsindən. Bunu iki yana açıram. Ne oldu indi bu? Ne oldu bu? Ne oldu? Ne oldu bu? Ne oldu? Bunlar belə dikiləcək. Bunları yəni belə şeylə əvvəlcə bunu markerləyək. Yapışdıraq belə. Bu sifarişlə bugün dikib göndərməliyəm. Sonra işidir. Amma bugün əməliyəm. Deməli, əvvəlcə maşınımızın ipini dəyişək. Bu kremlə getdi. Of, neysə Yasemin. Bir dəqiqə çəkməz. Bir dəqiqə çəkməyəcək Yasemin. Səbirli ol. Yəni bunun var imiş. Bunun eyni rəngində məsura. Hətta üstü biraz boşalıbdı. Gəlin bunu elə. Heç ərinmədən dəyişək. Bunun boş varyantını bol-bol alacağım. Ki istediğim rengi, istediğim vaxtlarının altında olsun. Bunu biraz dolduraq. Yarı yolda ipimiz bitməsin ki, əsəblərimiz körlanmasın. Deməli bu sapın yaxşı dolanmağı, yəni sərt bir şəkildə dolanmağı vacibdir. Yoxsa üst sapı dəqiqə başı qırır. Altdan ip rahat çıxmayanda. İpimizi taxaraq. Allah'ım bu səbrimə heyranam. Mən özümü tanıya bilmirəm. Çünki heç səbrim çatmayırdı başda bu işlərə. Mən hər şeyin tez olmağını istəyən bir insanım. Tez canlı bir insanım. Amma özümü bununla yavaş-yavaş tərbiyə eləməyə çalışıram. Səbrimi.
hövsələmə. Hazırdır maşınımız. Hazırdır. Deməli, əvvəlcə bu hissəsini, baxın, bu orta hissəni buraya qədər tikirik, buranı yox. Ağız-ağıza qəşəng bir şəkildə. İndi görək bizim bu müslin ip içana. Baxın, 2 qatlı həm də. 2 iplik dedikləri budur, baxın, 2 qatlı. Amma iç göstərir. Məncə iç göstərəcək. Çünki belə ütüləyəndə falan alt hissəsi görünürdü. Neysə, biraz yavaş tikəcəm, səbirli bir şəkildə. Hadi bismillahirrahmanirrahim. 11. Yoxlayırıq və baxaq. Bu isə başarılı. Bunu belə dikdik. Bu aşağı paça hissəsidir. Bu düz tərəfidir. Tərs tərəfi də buradır. Bunun da eyni şəkildə, baxın. Bura düz tərəfidir, bura tərs tərəfidir. Yəni düz tərəfləri bir-birinə baxacaq şəkildə, belə tərs tərəfləri də çöldə qalacaq şəkildə kerik. İndi kənarlarını dikəcəm ən son. Hər iki tərəfi və hər yeri tikildi. Bu paçası da. İndi bu yuxarı rezin belə salanda normal şort kimi olacaq. Sadəcə yuxarısına rezinti taxmaq və ayağını qatlamaq qaldı. Amma ona qədər istəyirəm ki, baxın bu kənarlara, bu dikişlərin kənarına bir ziqzaq dikişi keçim. Belə söz bükülməsin. Yəni üstümə baxın nə günə düşdü. Bunun ipləri çox çıxır. İndi mən tez bunu kənarına ziqzaq eləyəcəm. Telefonum zaryadkası sadəcə 10% qalıbdı. Zaryadkaya qoymalıyam. Yəni çəkə bilməyəcəm olsun, amma son nəticəni göstərəcəm. Sadəcə yuxarı hissəsində rezin eləyəcəm, aşağı hissəsini də içə doğru qatlayıb tikəcəm və hazır olacaq. Son nəticəni göstərirəm sizə. Ayaq hissəsini də dikdim. Baxın, iç hissəsində də hər yerinə belə ziqzaq dikiş elədim. İndi bu kənarda qalan artıq ipləri də kəsəcəm. Baxın. Bu içdə də yenə ziqzaq dikiş elədim ki, ən azından saplar buradakı kimi çıxmasın. İndi ütüləyəcəm və ən son belinə rezini salacağım və son nəticəni göstərəcəm sizə. Rezini dikməmişdən əvvəl üstümdə geyindim, yoxladım və həqiqətən də təxmin elədiyim kimi altını bildirir. Ona görə belə bir ideya uydurdum. Baxın, belə bir parçalar, yəni bu artıq qalanlardan kənardan qalmışdı. Tam-tamına 4 dənədir və onu belə iç tərəfdən dikmək istəyirəm. Yəni içinə belə bir astar kimi deyək. Bu hissəsinə ehtiyac yoxdur məncə. Çünki onsuz da büzüləcək. Əsas hissə yəni bu hissəsidir və düşünürəm ki, yaxşı olar. Yəni dikmişkən boşuna tikməmiş olarıq. Bunların hamısının kənarını dikəcəm. İçə qatlayacağam, yəni yığışdıracağam kənarını. Ondan sonra isə hissələri əvvəlcə başdan tikəcəm və bu iç hissələri də düşünürəm ki, elə baxın bu hissəyə dikim ki, hər geyinəndə yuxarı qalxmasın. Yəni ən azından sabitləyim. İndi görək nə dərəcə şey olacaq. Çünki geyinəndə altında çox kobud da dursun istəmirəm, amma duracağını da düşünmürəm. Çünki belə incədir da. Baxın, bu şəkildə dikdim. Həm bu yuxarı hissədən sabitlədim, həm də buraya sabitlədim. Belə bir şey oldu. İndi isə bu hissəsini də yenə içə doğru qatladım ki, biraz uc hissəsi toparlanmış olsun. İndi isə ən son rezinini içinə salıb bel hissəsini də bitirirəm və şortumuz hazır olur. Bel hissəsi üçün belə ölçdüm rezini. İndi mən 4 yerdən, tam 4 yerdən rezini əvvəlcə sabitləyəcəm belə. Baxın, tam yandan sabitlədim. Digər ucunu da yenə eyni yerə sabitləyəcəm. Bir-birinin üstünə doğru dikirəm ki, sonra çıxmasın. İşi möhkəmlədirəm. Demək olar ki, həmişə bir şey dikəndə o qədər möhkəm dikirəm ki, hər detayını bərk edirəm. Yəni ki, sökülmə ehtimalı olmasın. Amma Allah eləməsin. Sökməli olsam, bir yerində səhv eləməli olsam, onda geri dönüş biraz çətin olur. Deməli, tam burada saldım, dikdim. İndi isə tam bu rezinin orta hissəsini gətirib digər şortumuzun digər kənarına dikirik. Tam ortasını ölçürəm. Belə. Bunu da bura qoyub buradan dikəcəm. Belə dikdim iki kənarına. İndi yenə bunların tam orta hissəsini də buranın ortasına bərk edəcəm. Bunun da ortasını ölçürəm belə. Buranı da tam buranı
buraya bərkidəcəm. Eyni qaydada digərini də digər tərəfə tikirəm. Baxın, 4 tərəfdən tikdim. İndi isə qatlayıb elə dikəcəm. Rezinin tam üstünü dikmirəm. Elə eləyəcəm ki, bu hissə, baxın, burada boşluq buraxdığım hissəni gətirib buraya boşluğa tikəcəm ki, biraz məsafə qalsın. Dikiş maşınının bu hissəsini çıxartmışam, bunu və buraya keçirərək, indi göstərim sizə. Baxın, bunu belə keçirərək daha rahat dikmək olur. Belə, tam rezinimizin ölçüsündə dikişimizə başlayırıq. Və hazırdır. Dəqiq uzaq çəkmə alaq. Baxın, həqiqətən nəticə məncə çox gözəldir. Sadəcə bu kənardan balaca da olsa sallanan ipləri təmizləyəcəm. İndi isə geyinək görək necə durur. Və son nəticə belə oldu. Çox bəyəndim. Baxın, altını sadəcə videoda bilinir bilməm. Sadəcə içine dikdiyimiz o içilik çox belə tutanda bilinir. Çox gözəl oldu. Çox xoşuma gəldi həqiqətən. Baxın, iç falan da bildirmir. Çox xoşuma gəldi. Həqiqətən dəhşət dərəcədə rahatdır və bilmirəm, əvvəl özüm dikdiyim şeylər, baxın dikiş. Baxın dikişinə falan. Əvvəl özüm dikdiyim şeylər çox xoşuma gəlmirdi. Yəni özüm üçün dikdiyim deyil də, sadəcə özüm üçün nəsə eləyəndə çox xoşuma gəlmirdi. Amma indi sanki özüm üçün elədiyim hər şey aldığım ən bahalı markalardan belə daha gözəl, daha keyfiyyətlidir kimimə gəlir. Super oldu nəticə. Təbii ki, mən hələ əlimdə olan paltarlardan həmişə şablon çıxardıram. Ay, mən bu dikişini həqiqətən çox sevdim neçə gündür. Maşallah deyim özümə, heç bezmədən dikirəm. Baxın, bu hissənin dikişləri falan və həqiqətən çox möhkəm dikdim hər yerini və çox rahatdır, dəhşət dərəcədə rahatdır. Bunu qəşəngcə qatlayıb şkafıma qoyuram. Bu yaxınlarda Defacto'dan belə bir şort almışdım. Baxın, bu ketandır. Yəni birəbir eynidir. Sadəcə bunun burada həm material fərqi var təbii ki, cibi də var. Bu hissələri, kəməri falan var. Baxın belə çıçıtlar, kəməri falan var. Yəni həqiqətən bu ikisi arasında keyfiyyət olaraq heç bir fərq görmürəm. Bunu mən Stradivarius'tan almışdım. Çox xoşum gəlir həqiqətən. Və bu da hardasa eyni materialdır. Birəbir eyni materialdır və bunun bu tərz bolero tərzi üstləri dəhşət dərəcədə çox sevirəm bu aralar və baxın, bu da həqiqətən mənə dikmək üçün niyə də olmasın dedirdir. Bunun üstündə də hətta şablon çıxardıb eyni belə bir şey dikə bilərəm deyə düşündüm. Bugün yox. Başqa bir vaxt həqiqətən bundan da belə bir şey yoxlamaq istəyərəm. Bir şeylər dikdikcə bir sürü dikməyə ideyalar gəlir ağlıma. Dikdikcə dikəsim gəlir, dikdikcə dikəsim gəlir. İndi biraz dincəlim, namaz falan qılım. Sonra yenə güncəlləyərəm sizi, əgər bir şeylər eləsəm. Sifarişi də dikməliyəm bu arada. Əvvəlcə sifarişi dikərəm onda, sonra fikirləşərəm əgər enerjim qalsa. Dönər üçün biraz toyuq əti hazırlamışdım. Ondan biraz qaldı. O əti də indi istəyirəm Sezar salat eləyim biraz. Mən hardasa 2 paket yarpaq yudum, amma onun yarısı qədərini istifadə edəcəm indi evdə tək olduğum üçün. Axşam da yarısını oğlumla yoldaşıma eləyərəm deyə düşünürəm. Bu arada mən bugün manikürə və pedikürə də gedəcəm. Hardasa 1 saat yarım sonra evdən çıxmalıyam. İndi bu yeməyimi yeyeyim dedim. Deməli, kahımı elədim. Suxarik çörəklər, baxın, mən bunu istifadə edirəm. O aromalı, yəni aromalı suxarikləri heç sevmirəm. Sadə çörək suxarikləri sevirəm. Bəzən ya özüm evdə fırında quruduram, ya da ki belə bu etininkini alıram. Pomidor və toyuqları da belə xırda-xırda
qırıqladım. İndi isə azca Sezar sos. Mən bu markanınkini həmişə istifadə edirəm. Slobodanın da var, amma biraz turş məzə kimi bir dadı var. Həmişə bunu istifadə edirəm. Bu mənim favorimdir. Heç özüm sos falan eləmək üçün özüm yormuram. Çox da sos tökmürəm, yəni lap belə soslu sevmirəm. İndi bunu yaxşıca qarışdıracağam. Dəhşət dərəcədə çox oldu. Çox doyurucudur. Bu arada başım səhərdən çox ağrıyır. Əslində gecə heç yaxşı yatmamışam. Bəlkə də barmağım ağrıdığı üçün bilmirəm. Yəni ki, səhər çox pis oyandım, yuxumu ala bilməmiş şəkildə. Başım, yəni uyuşuq kimi hiss edirəm gündüz. Kofe də içdim, amma yenə özümə gələ bilmədim. Yeməyimi yeyəndən sonra bir dənə ağrı kəsici içəcəm. Bu arada evdən çıxmama yarım saat qaldı. Yarım saata tez-tez hazırlanmalıyam. Saçım demək olar ki, uç hissələri qurudu artıq. Dibləri ıslaqdır. Mənim saçım həmişə çox gec quruyur. İndi saçımı tez fenləyəcəm. Bundan həm darayacağım, həm fenləyəcəm. Burada biraz qaranlıqdır ışığı. Nəysə, ondan sonra tez geyinəcəm. Yüngül vari makyaj eləyəcəm. Ondan sonra çıxarıq. Bitirdim. Yəqin ki 5 dəqiqə çəkmiş olar. Baxın. Və həmişə sonlarda, baxın, bu hərəkət edirəm. Bunu. Və bunu belə çıxardıram. Heç dolaşmır və rahat çıxır. Bunu da niyə eləyirəm? Saçım mənim çox qabarıq olur. Və sadəcə dibləri qurutsam, yenə də düz bunu darasam, yenə də belə qabarıq durur ucu. Bunu biraz belə eləyirəm ki, uc hissəsi biraz belə dursun, yəni. Sözümə baxsın biraz. Buranın ışığı həqiqətən çox pisdir bu dəqiqə. Nəysə, indi azca saçımın ucuna yağ çəkəcəm. Pantene'in argan tərkibli yağını eləyirəm. Əvvəlcə əlimdə yaxşı hiss edirəm. Mənim həmişə uzun müddətdir saçma elədiyim ancaq budur. Islaq daramıram. Birazcıq dəsmalda onun nəminin getməyini gözləyirəm. Ondan sonra daradıqdan sonra çəkirəm bu yağı. Ya da ki, belə qurudandan sonra. Baxın, heç ehtiyac yoxdur bu dəqiqə, amma yenə də yəni quru qalmasın deyə. Son zamanlar isə bunu istifadə edirəm. Bunu hədiyyə almışdı xalam qızı ad günümdə və çox bəyəndim. Həqiqətən qoxusu da çox gözəldir. Bunu ıslaq olanda, yəni darayandan sonra ıslaq istifadə edirəm. Yağı isə həmişə yox. Əgər onu istifadə edirəmsə yağı həmişə yox, amma bəzən həm yağı, həm onu, baxın belə uculara, tam uculara gələcək şəkildə, bu şəkildə yağı saçımın tam ucularına gətirirəm. Evdən çıxmağa tam 10 dəqiqə qalıb. İndi dostum yazacaq ki, gəldim, çıx. Mən hələ də hazır deyiləm. Həmişə kimi bu BB krem effektində olan günəş kremini istifadə edirəm. Bu dəqiqə hardasa saat 7-nin yarısı olur axşam. Sadəcə günəş də yox idi bugün. Yəni ara sıra çıxdı. Amma yenə də BB krem effekti verir. Və gün içində namaz qıldığım üçün də gün içində makyaj eləmək mənə bezdirici gəlir. Çünki abdest aldığım vaxtda onları çıxartıyor. Ona görə yüngül bir şeylər istifadə etməyi sevirəm. Azıcıq tint. Və belə bir qaş qələmi var. Yəni bu qaş üçündür. Korичневиdir. Onu gözümə liner kimi yüngül vari çəkəcəm. Yüngül vari. Ucunu yaxşı aça bilmədim. Mənim də karandaşlarda ən böyük sıxıntım budur. Oldu. Kirpiyimə tuş çəkmirəm, çünki onu çıxartmaq həqiqətən qaydanda zulumdur. Əvvəlcə dodaq nəmləndiricisi və sadəcə karandaş. Oldu. İndi tez geyinirəm, bijuteriyalarımı taxıram, hazıram, çıxıram evdən. Hava sərin olsa da ayağıma bu sandaletləri giyindim ki, daha rahat edə bilsin qadın işini. Bunu vloguma koyacağım. Tamam. Bugün geldik sağ olun. Şirinciğimle geldik. Öyle adım gibi Şirin. Canım sen de beni yazmışsın. Esse udaklar tuli da bana. Geleceğim namazı ya. Magari xeliak.
Növbəti gündən salam. Bugün hazırlandım. Kəndə gedirik, amma kəndə getməmiş, hələ getməli olduğumuz 1 milyon yer var. Deməli belə geyindim. Rahat giyinmək istədim. Başıma bunu taxdım, amma heç bilmirəm oldu mu. Yəni hələlik çıxardacağam, amma bəlkə taxdım, bilmirəm. Ya da hələlik taxıram, sonra çıxardacağım. Və özüm tikdiyim çantamı götürürəm. Çünki böyükdür və içinə bir sürü şey sıxışdıra bildim. İndi isə evdən çıxacağım. Sifarişim var. Onu ya taksi ilə göndərəcəm, ya da ki özümüz verəcəyik. Baxacağım indi. Buradan sonra video çekmek hiç ağlıma gelmeyipti. Kanalıma abone olup videomu beğenerek bana destek olsanız çok sevinirim. Bir sonraki videolarda görüşerek. Hələlik.